Bu əllərə görə mənə əlillik verilmir. Heç bir iş görə bilmirəm bu əllərlə, mən də dolanmalıyam da. Narazılığı edən Sabirabad rayon sakini Mirzə Nəzərovdur. Onun əlləri hazırda necədir, bunu sözlərlə ifadə etməyə ehtiyacı yoxdur. Çünki bu kadrlar vəziyyəti tam olaraq göstərir. Şirvan Mərkəzi Xəstəxanasında komissiyadan keçmişəm, əlilliyimi təsdiq edib komissiya üzvləri. Daha sonra sənədlərimlə gəlmişəm şəhərə, Travmatologiya İnstitutu 2-ci qrup rəy verib, fiziki işim məhdudlaşıb, yəni tam heç iş görə bilmirəm, əlimə görə, əlilliyinə bağlı. Əlillər mərkəzi imtina verir. Deyir, bu baş barmağı yoxdursa, gərək burada 4-ü də olmasın. Bir qolu hesablayır, bu qolu hesablamır. Deyirəm, mən bir qol deyirəm, axı sən mənə bir qol neyir? 2 qolum var, ikisi də məhdudlaşıb da fiziki işim. Niyə imtina verirsən? Deyir, kimə istəyirsən, şikayət elə. Düşmür sənə. Müsahibim deyir ki, bu əllərlə onu heç bir yerdə işə götürmürlər. Fəhləlik belə eləyə bilmir ki, çörək pulu qazansın. Fəhləlik nə daş qaldırar, nə lapatka tuta bilirəm, nə heç nə tuta bilməm. Bax, mənim işim yoxdur. Travmatologiya üstünə getdim, orada Asim doktor var, həkimdir, yəni o verib sənəd. Deyir, onların ixtiyarı yoxdur, sənə imtina verələr. Səlahiyyəti yoxdur, imtina verələr. 2-ci qrup rəy vermişəm sənə, sən necəni düşünmür? Birinci dəfə əlillər mərkəzindən imtina gəldi, getdim ora. Ki, niyə imtina veribsiz? Dedi, sənə düşüb. Burada dost xidmət dedi, sənin sənədində səhv yox. Getdim təzədən sənədləri dəyişdim, getdim rayona, Cavad doktor dedi, get, mən buradan bərpa eləyəcəm. Əmək Sosial Nazirliyi fondundan. Buyurdular, yenə imtina verirlər. Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirildi ki, bu şəxsin əlilliyi həm elektron sistem üzərindən, həm də bu il aprelin 24-də agentliyin həkim eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilib. Ülkər Qasımqızı, Vüsal Cəfərov, Xəzər xəbər.